Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə ba'də əmmə ba'd. Davam edirik. Muxtasar Sirət-i Rasul sallallahu aleyhi ve sellem adlı Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, Allah Resulü sallallahu aleyhi ve sellem sirası və bugün də 25-ci dərsdir və müəllif fəsil gətirir. Qıssatu Suraq ibn Məlik. Suraq ibn Məlikin qıssası, hekayəsi. Fələmmə eyyəsəl müşrikun minhumə cə'lu, yəni keçən dəfə qaldıq, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkr radiyallahu anh ilə hicrət etməsində, yəni yola çıxmasında Mədinəyə və buradan davam gəlir, mövzunun davamı gəlir. Fələmmə eyyəsəl müşrikun minhumə və nə vaxt ki müşriklər onları axtarışdan əllərini üzürlər, artıq dayı axtarmırlar. Cə'lu limən cə'ə fihimə diyə kulli vahid minhumə, nə edirlər? Yəni onların başlarına hələ bir ki mükafat təyin edirlər, qan baxası miqdarında, yəni 100 dəvə hərəsinə. Yəni onları tapana. Limən yə'ti bihimə, kim ki onları gətirərsə, onların hərəsinə, yəni hər bir tutulana, yəni qan baxası miqdarında mükafat. Yəni və yaxud hər ikisini və yaxud hər ikisini. Yəni ikisindən birini və yaxud hər ikisini. Fəcəddən nəs fi tələb vallahu qalib alə əmrihi. İnsanlar biraz da ciddiyyətlə başlayırlar axtarmağa. Lakin Allah yəni öz işini üstələyən, tamamlayandır. Fələmmə mərru bi heyyin min mudləc mus'idinə min qudayd bəsara bihim rəculun fəvaqafə aləl hey. Və nə vaxt ki keçirlər qəbilə Mudləş adlı qəbilənin yanından Qudayd tərəfindən qalxaraq onlardan bir kəs dayanır bu kəndin üzərində, yəni Mudləş kəndinin üzərində və deyir ki, fəqal ləqad rəeytu ənifən bi sahil asvidə. Bu yaxınlarda, yəni bu dəniz qırağında bir qaraltı gördüm. Yəni zənnimcə bu deyir Muhammed və onun əshablarıdır. Fəfətinə bil əmri Suraq ibn Məlik. Və Suraq ibn Məlik bu işdə cəld tərpənir. Yəni mükafatı əldə etmək üçün, yəni onun sözünü ona gözqaş edərək deyir ki, yəni söhbəti fırladı hələ bil ki, özü əldə etsin deyə. Həmin kişi fırladır söhbəti. Fəradə ən yəkuna zəfər ləhu, istəyir ki, mükafatı özü əldə etsin. Onu deyir ki, fırlat söhbəti də, yəni onlar deyil, başqa söhbətdir. Vəqət səbəqə ləhu minəz-zəfər mə ləm yəkun fi hisabihi. Lakin, yəni, hesab etmədiyi başqa bir zəfər Allah Taala onun üçün göndərir. Yəni, nəticədə bir qat sonra İslamı qəbul edəcək də, yəni, Suraq ibn Məlik. Lakin, ov olaraq onları almaq istəyir ki, mükafat alsın. Fəqalə bəl humə fulan və fulan xaraca fi tələbil həcə ləhumə. Yox, deyir, o sahilin qırağındakı filankeslərdir. Onlar öz ehtiyacları üçün çıxıblar, yəni başqa adamlardır da. O, həmin adamlar deyil. Thümmə məkəsə qalilən, sonra az bir müddət qalır. Thümmə qalə fədəxələ xəbəəhu və qalə licəriyyətihi. Sonra girir öz çadırına və öz cariyəsinə deyir, arxa tərəfdən atı hazırla, yəni mini hazırla, arxa tərəfdən çıxım da, yəni heç keç görmədən. Və görüşək şeydə, hələ ki, təpələrin yanında görüşək. Thumma əxəzə rumhəhu və xafədə aliyəhə yaxuddu bihil ardı. Sonra götürür öz nizəsini, yeri sürdə, yerdə, yəni xət çəkə-çəkə çıxır, minir atına. Fələmmə qaru minhu və səmiyə qiraətən nəbi və yaxınlaşanda, yəni Allah Resulü sallallahu aleyhi ve sellem və Əbu Bəkrin yanına da yaxınlaşanda eşidir Peyğəmbər sallallahu əleyhi və səlləm qiraətini uzaqdan. Əbu Bəkr tez-tez ətrafa baxırdı. Peyğəmbər sallallahu əleyhi və səlləm üzünü çevirmirdi. Və Əbu Bəkr görür onu. Deyir, ey Allahın elçisi, biz Suraq ibn Məlik gəlir, artıq yaxalandıq. Yəni yerimizi bildi. Fədə aleyhi Rasulullah sallallahu əleyhi və səlləm fəsəxət yedə fərasihi fil ard. Və Allah Resulü sallallahu əleyhi və səlləm bəddua edir onun üçün, atının əlləri yerə girir.
Yəni girir yerə. O da üstündən aşır. Əslində, yəni rəvayətdə keçir, yəni bir neçə dəfə bu olur. Yəni yolda gələ-gələ hələ bir ki at büdrüyür, aşır atla. Sonra püşk atır, tezdəndən minir ki, ola bilsin yəni şübhədə olur ki, yəni bu iş tamamlanacaq, yəni tuta biləcəm onu yoxsa yox. Çünki içində hardasa o fikir qaynayır ki, ola bilsin Allah Rəsuludur da, yəni. Axırda atın ayağı girir yerə. Bilir ki, yəni bu bədduadan da, yəni artıq yəqin olur buna. Bundan qabaq 3-4 dəfə at büdrüyür, yıxılır. At büdrüyür, yıxılır. Hər dəfə durur, püşk atır, gedir, davam edir. Bu dəfə püşk atmır ki, yəni məsələ aydındır. Fəqalə qad alimtu ennellezi əsabəni biduaykuma. Mən artıq bildim ki, mənim başıma gələn bu sizin duanıza görədir. Fədullah li. Odur ki, Allaha dua et ki, yəni bu vəziyyətdən çıxım. Və lakumə ən əruddən nəs ənkumə. Mən də sizin onun əvəzində insanları sizdən yayındıracağam. Fədə'ələhu Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem onun üçün dua edir. Atın ayaqları hələ ki yerdən ayrılır, azad olur da, hələ ki çıxır. Fəntələqə və səələ Rasulullah sallallahu aleyhi ve sellem ən yəktubə ləhu kitabən. Və Allah Resulü sallallahu aleyhi ve sellemdən istəyir ki, bir məktub yazsın. Fəkətəbə ləhu Əbu Bəkr bi əmrihi fi ədim. Və Əbu Bəkr yazır dərinin üzərində Allah Resulü sallallahu aleyhi ve sellemin əmri ilə və kənəl kitab məhu ilə yevmül fəthi Məkkə. Və həmin o yazı, o məktub Məkkənin fəthi nə qədər, yəni həmin Suraqə ibn Məlikin özündə qalır. Sonra gəlir bu məktubu göstərir. Həmin ərəfələrdə elə ki müsəlman olur da. Fəvəcədə nəs fi tələb. Sonra qayıdır təzdəndən qəbilələrin yanına və görür ki, insanlar axtarırlar. Deyir ki, fəcəl yəqul qad istəbratu ləkumul xəbərə və qad kufitum mə həhunə. Deyir, sizin üçün bir xəbər aldım. Yəni bu ərazilərdən əl çəkin. Yəni buralarda yoxdur artıq. Yayındırır əlbəttə. Fəkənə əvvələn həl cəhidən aleyhimə və kənə əxirəhu harisən ləhumə. Yəni günün əvvəlində sanki deyir, onu axtarmaq üçün Allah Rəsulü sallallahu aleyhi ve sellem və Əbu Bəkri axtarmaq üçün, onu tutmaq üçün çıxmışdı və günün ikinci hissəsində isə elə alındı ki, onları qorumuş oldu. Əksinə yayındırmış oldu da, yəni onlardan. Sonra gəlir qıssatu Ummu Məbəd. Ummu Məbəd adlı qadının qıssəsi, hekayəsi. Deyir ki, ثُمَّ مَرُّ بِخَيْمَةٍ Ummu Məbəd Əl-Xəzaiyə. Xəza qəbiləsindən olan Ummu Məbəd qadının hələ ki çadırının yanından keçirlər. Və kənət imra bərazə cəldə. Yəni bu da biraz hələ ki biz görkəmli qadın olur, yəni zirək qadın olur da, belə deyək. Zirək qadın olur. Öz hələ ki çadırının sahəsində insan, yəni müsafirlər üçün əlbəttə yemək, içmək zət bu kimi hazırlayır, verir də, yəni. Fəsələ hələ ində hər şeyun yəştərunahu. Və ondan soruşurlar ki, bəs nəyin var? Alaq da, yəni. Alaq yeməkdən, içməkdən belə bir şeylər. Fəqalət vallahi ləu indənə şeyun mə əvzəkum əl-qura. Yəni bir şeyimiz olsaydı, yəni hələ sizi qonaq edərdik də, belə bir şey. Deyir, bu qoyundur, bir qoyun olur, amma süd verməyən qoyun olur, yəni axsaq qoyun olur. Yəni sürüdən geri qalıb deyə, arıq olub deyə, yəni çıxmayıb sürü ilə. Həmin dövrdə quraqlıq dövrü olub. Ona görə heyvanlar çox arıq olur həmin vaxtları. Və Allah Resulü sallallahu aleyhi ve sellem baxır qoyuna. Fəqalə mə həzgi şət. Bu, yəni qoyun nədir? Deyir ki, qalət xalfəhəl cəhdu ənil qanəm. Bu deyir, geriliyib də, yəni sürüdən geri qalıb. Yəni aciz olduğu üçün, zəif olduğu üçün geri qalıb sürüdən. Fəqalə həl bihə min ləbənin, deyir, bəs süd verirmi? Deyir ki, yox, deyir, arıqlıqdan, zəiflikdən, deyir, süd də verə bilmir. Və deyir ki, imkan verirsənmi, mən onu sağım. Deyir,
İn ra'eytə bihə həlibən fəhlibhə. Əgər onda deyir, süd tapa bilsən, deyir, sağ. Fəməsəhə Rasulullah sallallahu aleyhi ve sellem biyədihi dara'əhə və səmməlləhə və da'a. Və Allah Resulü sallallahu aleyhi ve sellem yəni məs çəkir, hələ ki, onun süd verən nədir? Hə? Yel gedir. Hə, yelinə əlini sürtür, Allahın adını çəkir, dua edir. Oradan da yəni başlayır süd gəlməyə. Fədə əbiyinə bir qab gətirin, yəni o böyük bir qab tələb edir ki, yəni hələ ki, bir 5-6 nəfərlik qab da, böyük bir qab. Fəhəlbə fihi həttə ələthu rağfə, yəni doldurur o qabı ta ki üstünə onun köpüyü qalxana kimi. Fəsəqəhə fəşəribət həttə raviyyət. İçizdirir qadını da doyana qədər və ətrafındakılar da, əshabında hamısı doyur. Sonra deyir, axırda özü içir. Sonra deyir ki, وَحَلْبَ فِيهِ ثَانِيًا. İkinci dəfə yenə sağır və bütün qabları doldurur o ilə, südlə doldurur qabları. Sonra yola düşürlər, davam edirlər öz yollarını. فَقَلَّمَا لَبِسَتْ أَنْ جَاءَ زَوْجُهَا يَسُوقُ. Yəni az keçmədən qadının əri gəlir. Əri gəlir, yəni iki arıq çəpiş gətirir özü ilə. Yəni arıqlıqdan, yəni lap arıq olurlar da. Fələmmə ra'əl-ləbən qalə min eynə həzə. Südü görəndə qablarda deyir ki, bu hardandır? Yəni qoyun süd verməyən qoyundur deyir. Nə də ki, deyir, bir süd də yox idi, hardansa bir sağılmış bir şey yox idi. Qalət lə vallahi illə ənəhu mərrə binə racül mübarək. Yox, Allaha and olsun, yox idi. Lakin deyir, bir yəni mübarək kişi keçdi yanımızdan. Yəni o dayandı və başlayır danışmağa ki, belə oldu, hadisəni danışır. Deyir ki, əri, vallahi inni lə ərahu sahibə Qureyşin əlləzi tatlubuhu. Deyir, and olsun Allaha ki, mən onu deyir Qureyşlilərdən, yəni Qureyşlilər axtardığı şəxs kimi bilirəm də, yəni odur. Yəni onun vəsfini ver mənə və başlayır onu vəsf etməyə. O məşhur hədisdə keçir. Ummu Mə'bəd, yəni vəsf edir. Allah Resulü sallallahu əleyhi və səlləmin vəsf etməsi məşhur hədisdir. Yəni bir çox vəsflərini yəni o verir. Yəni qaragöz olması, sonra yəni hündür olması, saqqalının yəni şey olması, gür olması, həmçinin danışığında səlis olması və s. yəni bir çox vəsflərini verir. Sonra deyir ki, Əbu Mə'bəd, yəni əri, Ummu Mə'bədin əri deyir ki, həzə vallahi sahibi Qureyş əlləzi tatlubuhu. Budur Allaha and olsun, elə həmin o kəsdir, Qureyşlilər axtardığı. Və ləqət həməmtu ən əshabəhu və lə əfələnə. Mən deyir, istədim, deyir, çalışdım ki, onu tapım, onu ilə deyir, yoldaşı olum, lakin deyir, edə bilmədim. Lakin edəcəm bunu, əgər ona yol tapsam da, yəni onunla rastlaşsam, elə ki, qəbul edəcəm də, elə ki. Və asbəhə savtu alim bi Məkkə yəsmə'unəhu və lə yəravunə əl-qailə yəqul. Və səhərsi gün bu hadisədən sonra Məkkədə səs başladılar eşitməyə. Yəni adamın özünü görmürlər, cindir çünki. Cindir, özünü görmürlər, amma şeir deyir. Səs gəlir, şeir deyir. Və şeir də həmin bu vəsf, bu şeylər barəsindədir. Ummu Mə'bədin o hadisəsi. Şeir, yəni onun tərifləməsi zat bu şeylər keçir şeirdə. Və deyir ki, qalətəl Əsmə bint Əbi Bəkr, yəni Əbu Bəkrin qızı Əsmə deyir ki, məkəsnə sələsələyəlin lə nədri. Yəni 3 gün qaldıq, 3 gecə qaldıq, bilmədik hardadılar bunlar. Yəni yaran qalmışıq da. Allah Resulü sallallahu əleyhi və səlləm və atası Əbu Bəkr gediblər, çıxıblar. Hansı istiqamətdə gediblər bilmirdik. İzə əqbələ racul minəl cinni min əsfəli Məkkə. Məkkənin aşağısından bir cin gəldi. Həmin o səs eşidirdilər, amma özünü görmürdülər də, hələ ki. Yətəğannə bi əbiyyət. Həmin bu şeirləri deyərək. Yəni ərəblərdən götürmüş. Və nəs yettəbiunəhu. İnsanlar da ona tabi olurdu. Yəni dalıca gedirdi, izləyirdilər. Səs gəlir, özünü görmürlər, dalınca izləyə gedirlər, qulaq asırlar. Hətta xaracə min ə'lə Məkkə fəərafnə, yəni Məkkənin aşağısından girib yuxarısından çıxdı da. Hamı eşitdi bunu, yəni eşidə getdi. Fəərafnə eynə təvəccəhə Rasulullah sallallahu əleyhi və səlləm. Ondan bildik ki, Allah Rəsul sallallahu əleyhi və səlləm haralara gedib də, harda olub. Yəni orada eşitdiyi həmin adamları, həmin halı, o vəsfləri
Deyir ki, qalət və ləmmə xarəcə Əbu Bəkr ihtəmələ məhu məluhu. Və Əbu Bəkr deyir, çıxanda evdən, səfərə çıxanda öz mal dövlətini də özü ilə götürür. Fədəxələ aleynə cəddi Əbu Quhafə. Və Əbu Quhafə, Əbu Bəkrin atası, Əsmanın babası, deyir, gəldi, girdi yanımıza. Artıq kör idi da, yəni görmürdü. Fəqalə inni vallahi lə ərahu qad fəcəəkum biməlihi mə'ə nəfsihi. Mən deyir, Allaha and olsun, görürəm ki, o deyir, nə özü, nə də ki, malı deyir, sizin üçün qoyub getməyib də, yəni sizi boş buraxıb gedib. Qultu kəllə vallahi qad tərəkə lənə xeyran. Mən də dedim ki, yox, Allaha and olsun ki, bir çox mal xeyir bizim üçün tərk edib gedib. O əxastu hicaratan fəvadatuha fi quvvatil beyt. Götürdüm daşları, düzdüm pəncərənin qırağına, evin pəncərəsinin qırağına. O da görmür də. Və əlini vurdu. Deyir, vur əlvi, deyir, bax bu mal dövlət qoyub gedib də bizim üçün. Əlini vurdu. Dedi ki, hə, problem yoxdur. İn kənə qad tərəkə ləkum həzə. Əgər sizin üçün bu şeyləri qoyub gedibsə, onda deyir, nə yaxşı. Qalət vallahi mə tərəkə lənə şeyən. Və Əsma deyir ki, and olsun, heç bir şey tərk edib getməmişdi. Heç nəyi qoyub getməmişdi. Prosto bu yaşlı kişini sakitləşdirmək üçün dedim. Sonra gəlir Duxul Rasulullah sallallahu aleyhi ve sellem Mədinə. Allah Resulü sallallahu aleyhi ve sellemin Mədinəyə girməsi. Çatır yəni Mədinəyə. Və ləmmə bələğəl ənsar məxrac Rasulullah sallallahu aleyhi ve sellem min Məkkə və ansarlara deyir, xəbər çatanda ki, Allah Resulü sallallahu aleyhi ve sellem artıq Məkkədən çıxıb, Kənu yaxrucuna kulli yawm iləl harra yantazirunahu. Hər gün çıxırdılar harra deyilən yerə, yəni yer sahədir, Mədinə ətrafında. Çıxırdılar, orada gözləyirdilər. Feyzəşdəddə hər şəms racau. Və günəşin bir şiddəti çoxaldıqda bir qayıdırdılar öz evlərinə. Fələm məkən yawm isneyn. Və nə vaxt ki, birinci gün gəldi, çıxdı, Rabiül Əvvəlin 12-si və Peyğəmbərliyin 13-cü ilində, hələ ki, tarixi bu idi da, Peyğəmbərliyin 13-cü ili, Rabiül Əvvəlin 12-si və birinci gün, həftənin birinci günü. Bu gün gəlib çıxanda xaracu alə adət kimi öz adətləri ilə yenə də çıxırlar, gözləsinlər. Fələmmə həmiyyətə şəms racau. Və günəş deyir, şiddətlənəndə deyir, tezdən qayıtdılar həmin günü. Fəsaidə racul minəl yəhud alə utmi min ətəmil Mədinə. Lakin yahudilərin deyir, biri, kimsə yahudilərdən, o demək Mədinədə onların qəsrləri olur da, yahudilərin. O qəsrlərdən birinin başına çıxır, yuxarısına və görür uzaqdan Allah Resulü sallallahu aleyhi ve sellem, yəni ağartı ilə, hələ ki, ilğim içində görsənir uzaqdan və yüksək səslə qışqırır ki, Yə bəni qilə, ey bəni qilə. Qilə, yəni bundan qabaqki dərslərdə demişdik, qilə qadındır, hələ ki, Xəzrəclə Əvs qəbiləsinin ikisinin də anası sayılır da, yəni. Ona görə onlara bəni qilə deyilir. Yəni qilə övladları. Həzə sahibukum, bu sizin sahibinizdir, yəni sizin dostunuzdur da, yəni. Qad cə həzə cəddukum, bu deyir sizin babanızdır gəlir. Əlləzi təntəzirunahu, hansını ki siz neçə vaxtı gözləyirsiniz. Fəsərəl ənsar iləs-sələ liyətələqqəv Rasulullah sallallahu aleyhi ve sellem. Yəni ənsarlar yəni toplaşırlar ki, Allah Resulü sallallahu aleyhi ve sellem'i qarşılasınlar. Və səmiyyətil vəcəbə və təkbir və eşidilirdi, yəni müxtəlif zikirlər, təkbir. Bəni Amr ibn Avf qəbiləsindən, həmçinin müsəlmanlar da təkbir gətirirdilər sevinclərindən. Allah Resulü sallallahu aleyhi ve sellem gəlməsi ilə bağlı da, yəni. Və xaracu lil-liqai fətələqqəvhu və həyyəvhu bi təhiyyətin nubuvvə. Və çıxdılar, deyir, onu qarşıladılar, yəni peyğəmbərliyə layiq olan salamlarla qarşıladılar. Və əhtəqu bihi mutifinə həvləhu. Və ətrafını dövrəyə alıb başına dolandılar. Fələmmə ətəl Mədinə Adələ zətil yəmin və Mədinəyə girdikdə, deyir, sağ tərəfə meyl etdi. Hətta nəzələ bi Qubə, yəni Qubə adlı yerdə endi, orada dayandı. Bəni Amr ibn Avf qəbiləsi, yəni
Amr ibn Avf övladları hələ ki məhləsində də belə deyək. Və nəzələ alə Kulsum ibn el-Hədəm və Kulsum ibn el-Hədəm və yaxud Sa'd ibn Xeysəmə evində dayandı. Fə əqamə fi bəni Amr ibn Avf 14 leylən. Və həmin o Amr ibn Avf övladları məhəlləsində 14 gecə gecələdi, qaldı. Və əsəsə Məscid-i Quba və orada deyir Quba məscidinin deyir şeylədi, əsasını qoydu, əlbəttə tikdi. Və huwa əvvəl məscid ussisə ba'dun nubuvvə. Və o deyir peyğəmbərlikdən sonra ilk deyir təsis olunmuş məscid idi, Quba məscidi. Yəni ilk məscid idi. Yanaq burada inşallah. Yanaq inşallah burada. Subhanakallahumma bihamdika, əşhədu an la ilaha illa ente, estağfiruke və etûbü ileyk.